Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Yayda xanımların tez-tez hazırladığı qabaçqa yeməyini bir dəfə də qoyun quyruğu ilə hazırlayın. Çox gözəl ətri var, çox da gözəl dadı var. İnanın, yayda bol tərəvəzli yemək sevməyənlər bu cür yeməyi hazırlasanız bəyənəcəklər. 300 qram quyruğu xırda-xırda doğrayıb qazana əlavə etdim. İçərisinə bir dolu xörək qaşığı kərə yağı əlavə etdim və qızarmağa qoydum. Kənarda 3 ədəd kartofu soyub nazik-nazik doğrayıb qızardılmış quyruğun üzərindən düzdüm. 3 ədəd də badımcanı soyub kartofun üzərindən əlavə etdim. Badımcanlar tumsuz olduğuna mən duza qoymadım. Elə doğrayıb üzərindən əlavə etdim. Üzərindən 3 ədəd də şirin bibar doğradım, laylay qoydum. 4 ədəd də qabaçqanı soyub yenə bibarların üzərindən laylay qoydum. Bir böyük soğanı da soyub onu da doğrayıb üzərindən qoydum və üzərindən duzun üstotunu əlavə etdim. Duz üstotu öz zövqünüzə görə nə qədər istəsəniz o qədər də əlavə edə bilərsiniz. 3 ədəd pomidoru süzgəcdən keçirib yeməyin üzərinə töküb qazanın qapağını örtüb van xodda bişməyə qoydum. Ocağın altını az xodda qoydum ki, öz suyunu verənə kimi mən su tökmədim. Bu arada yemək pişənə kimi mən sarımsaq döydüm. Sarımsaqlı qatıqla çox gözəl alınır. Yeməyin gözəl qoxusu var idi, mətbəxə bürünmüşdü, həm faydalı idi, həm də çox dadlı idi. Əgər siz də bu cür hazırlasanız, evdə ailəniz uşaqlarını çox bəyənəcək və hər dəfə bu yeməyi tələb edəcəkdir. Üzərindən də sarımsaq qatığı tökdüm. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin, Allaha əmanət olun. Yeni videomda görüşənədək. Hələlik.